Orqanizmlərin fərdi inkişafı. Biz bilirik ki, orqanizm mayalanmadan olana qədər olan inkişaf dövrü ontogenes adlanır. Ontos mövcud deməkdir, genes mənşə doğulma deməkdir. Ontogenes fərdi inkişaf özünün iki dövrə ayrılır. Embrional və postembrional dövr. Embrional dövr mayalanmadan yeni orqanizmin yarandığı, yəni yumurtadan çıxdığı andan, ruşeym qişasından çıxması anına qədər olan dövrü adlanır nə? Embrional dövr. Və embrional dövr özü 10-cu sinif dərslikdə vermişdik ki, 3 cür olur embrional inkişaf mərhələsi. Birinci embrional inkişaf mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisində gedirsə, buna quşlar, əksər sürünlər, yumurta qoyan məməliləri deyə bilərik. Embrional inkişaf ana orqanizmdə başlayıb xaricdə tamamlanır. Buna kisəli məməliləri, kisəli siçana misal göstərmək olar, opsumu misal göstərmək olar. Yəni bu canlılarda embrional inkişaf ana orqanizmdə başlayıb xaricdə tamamlanırsa, boğazlıq dövrü bunlarda qısa olur. Lakin embrional inkişaf bütövlükdə ana orqanizmdə tamamlanırsa, buna misal olaraq plasentalı məməliləri deyə bilərik. Və bir qayda olaraq deyə bilərik ki, məsəl üçün insan orqanizminin fərdi inkişafı başlayır uşaqlıq borusunda. Uşaqlıq borusunda mayalanma baş verir, zigot yaranır. Ziqotdan isə əmələ gəlir mitoz yolla bölünərək çoxlu blastomerlər əmələ gəlir və bir ziqot özü öncə 2 dəfə uzunluğa istiqamətdə, daha sonra uzunluğa eninə istiqamətdə növbələşərək çoxlu blastomerlər əmələ gəlir. Və çoxlu blastomerlər yığılaraq morullanı əmələ gətirir. Morulladan tut meyvəsinə oxşayır. Şəkil 5-də misal göstərilib. Morulladan isə əmələ gəlir. Bir daxilə olaraq hüceyrələr çökər. Bir blastol boşluq əmələ gətirir. Həmən bu blastol boşluqdan isə əmələ gəlir ruşeym vərəqləri. Biz bilirik ki, ruşeym vərəqləri ektoderma, endoderma, mezoderma ruşeym vərəqləri vardır. Və bu ruşeym vərəqlərinin ruşeym qatının əmələ gəlməsi ardıcıllığı ilk dəfə ektoderma, daha sonra endoderma qatı, ən sonda mezoderma qatı əmələ gəlir. Amma bizdən soruşulsa ki, hüceyrələr necə yaranıb? Hüceyrənin yaranması fərqlidir qatdan. İlk dəfə yaranır ektoderma hüceyrələri, daha sonra mezoderma hüceyrələri, ən sonda isə endoderma hüceyrələri yaranır. Həmən bu ruşeym vərəqlərindən isə neyrula, qastrula mərhələsində ilk dəfə olaraq onlarda bağırsaq boşluğu yaranır, qastrula mərhələsində, daha sonra isə keçir neyrula mərhələsinə. Neyrula mərhələsində isə orqan və tamamilə bütün orqanlar formalaşır. Məsələn, insan orqanizmi 3 aylığında bütün orqanları əmələ gəlmiş olur. Hansı mərhələdə? Neyrula mərhələsində. Bunu mən 10-cu sinifdə bu ruşeym vərəqləri haqqında sizə məlumat vermişəm. O dərsə təkrar baxarsınız. Ruşeym vərəqləri ektoderma, endoderma, mezodermadan hansı orqanlar əmələ gəlir? Məsəl üçün, o gün Aydın müəllimin testi bizdə qalmışdı. Ektodermadan əmələ gələn boşluqlar, hansı orqanlar vardı? Məsəl üçün, döş boşluğu idi, qarın idi, çanaq boşluğunu götürdük. Orada cavab 5 idi, amma əksinə 5 deyil, mənim fikrimə və bunu dəqiqləşdirdim. Orada səhv düşüb cavab. Məsəl üçün, xordanı da götürüblər. Amma orada xordanı götürəndə, xorda onurğa sütununa görə embrional, ümumiyyətlə fərdi inkişaf dövründə yazardı. Orada yazılmır. Postembrional inkişaf dövründə döş boşluğu deyirik, döş boşluğunda, qarın boşluğunda və çanaq boşluğunda. Amma ümumiyyətlə belə də götürəndə orqanlarımızın bizim əmələ gəlir embrional dövrdə. Hansı boşluqda yerləşən orqanlarında endoderma mənşəli ruşeym vərəqindən əmələ gəlmişdir. Deyirik ki, döşdür, qarındır, çanaqdır, bir də onurğa boşluğunu deyə bilərik. Keçək heyvanlarda postembrional inkişaf dövrünə doğulduğu andan sonraki dövr, ruşeymin yumurta qabığından çıxdığı dövrdən oldu və yaxud da plasentalı məmələrdə doğuşdan sonraki dövrü, ölənə qədərki dövrü postembrional dövr adlanır. Postembrional dövr heyvanlarda 2 dövrə ayrılır. Düzünə və dolayı inkişaf. Düzünə inkişafda sürfə mərhələsi olmur. Ümumiyyətlə, bir qayda olaraq yetkin fərdə oxşayan orqanizm meydana gəlir. Buna misal olaraq quşlar, sürünlər, məməliləri misal göstərə bilərik. Lakin dolayı yolla inkişafda isə
nə əmələ gəlir? Yumurtadan sürfə əmələ gəlir. Sürfə mərhələsi olur ümumiyyətlə bir qayda olaraq. Buna misal olaraq amfibiləri və yaxud suda qurda yaşayanları, balıqları, onurğalı heyvanlardan, daha sonra onurğasız heyvanlardan həşəratları misal göstərmək olar. Həşəratların inkişafını təbii ki, bilirdik ki, metamorfozla gedir. Tam çevrilmə var idi, bir də qeyri-tam çevrilmə. Tam çevrilmədə dolayı inkişaf 4 mərhələdən ibarət idi. Qeyri-tam çevrilmədə dolayı inkişaf adlanır və 3 mərhələdən ibarətdir. Sadəcə tam çevrilmədə puf mərhələsi var, amma qeyri-tam çevrilmədə puf mərhələsi yoxdur. Buna misal olaraq düz qanadları misal göstərə bilərik. Qeyri-tam çevrilməni. Məsəl üçün qeyri-tam çevrilmədə birədə parazit olan həşəratlarda birədə də natamam çevrilmədir. Düz qanadlarda, çəyirtkədə, siyənəkdə, dəvə dəlləyində, dana dişidə bunlarda qeyri-tam çevrilmədir. Qeyri-tam. Amma tam çevrilməsi təbii ki, sərt qanadlarda, pulçuq qanadlarda, daha sonra pərdə qanadlarda misal göstərmək olar. İçi qanadlarda tam çevrilmədir. Yəni puf mərhələsi vardır. Yumurtadır. Yumurtadan sürfə, sürfə daha sonra pupa çevrilir. Pupdan isə yetkin fərdə çevrilir. Və bu şəkil üzərində diqqətli olaq. Bizə işləmişik buna aid testləri. Embrional dövrü hansıdır? Yumurta mərhələsidir. Post-embrional dövrü dedikdə tırtıldan başlayırsınız. Yumurtadan sonraki 1, 2, 3. Bax bu 1, 2, 3 rəqəmi ilə göstərdiyim post-embrional inkişaf dövrünün mərhələləridir. 1 isə yalnız embrional dövrün mərhələsidir. Yəni yumurtanı deyə bilərik. Təbii ki, məsəl üçün natamam çevrilmə ilə gedən inkişafda bunlarda yumurta mərhələsi embrional dövrdür. Sürfədən yetkin fərdi isə post-embrional dövrüdür. Post-embrional dövrü natamam çevrilmədə neçə mərhələdən ibarət oldu? 2 mərhələdə. Tam çevrilmədə neçə mərhələdən ibarət oldu? 3. Sürfə, pup, yetkin fərd. Və bir də sizə burada əlavə, məsələn, burada da yenə təkrar demək istəyirəm. Bilirik ki, yumurta hüceyrəsində yumurta sarısının miqdarından asılı olaraq ruşeyimin bölünməsi fərqlidir. Məsəl üçün, yumurta hüceyrəsində yumurta sarısı az olanlarda ruşeyim tam və bərabər bölünür. Deməli, yumurta sarısı az olanlarda ruşeyim tam və bərabər bölünür. Məsəl üçün, neştərçədə misal göstərmək olar. Xordallardan bir də dərsi tikanlarda və məməlilərdə deyə bilərik. Deştərçədə, dərsi tikanlarda və məməlilər sinifində. Lakin tam və qeyri-bərabər bölünmə, qeyri-bərabər bölünmə amfibilərdədir. Çünki amfibilərdə yumurta hüceyrəsinin, yumurta sarısı qismən çoxdur. Və onlarda amfibilərdə qeyri-tam bölünür. Yəni müxtəlif blastomerlər olur ki, ona görə onları çemçə quyruq əmələ gəlir amfibilərdə. Yalnız ruşeyim diski bölünən isə bunlar quşlarda, sürünlərdə və ibtidai məməlilərdədir. Yəni yumurta qoyan məməlilərdədir. Yalnız ruşeyim diskin bölünməsi isə quşlarda, sürünlərdə və ibtidai məməlilərdədir. Bunlarda yumurta sarısı nədir? Çoxdur. Nəyə görə? Məsəl üçün, yenə deyirəm, məməllərdə, neştərçədə, dərsi tikanlarda yumurta sarısından bərabər ruşeyim də bölünür. Amma yadınızda qalsın, çünki onların yumurta sarısı çox az miqdardadır. Səbəb odur, ona görə tam və bərabər bölünür. Lakin quşlarda, sürünlərdə yumurta sarısı çox olduğuna görə yalnız ruşeyim diski bölünür. Həmən o ruşeyim də yumurta sarısı hesabına nə edir? Qidalanır. Bax, bunu diqqət yetirək. Və fərqi yoxdur. Yenə deyirəm, bu xordalların da eyni mənşədən əmələ gəlməsinə səbəb o ruşeyimin inkişafı aminyon deyilən bir maye mühitdə, pərdənin içərisində, maye mühitində nə edir? İnkişaf edir. Ona görə deyirik ki, məsəl üçün balıqlar olsun, amfibilər olsun, təbii ki, onların bilirik inkişafı su mühitdədir. Lakin quşlarda, sürünlərdə, məməlilərdə də inkişafı ruşeyimin mayedir. Maye daxilində olur, quruda deyil. Amma nədir? Bağlıdır. Bağlı hissədə maye mühitinin olmasıdır. Və bu da onların hamısının eyni bir mənşədən, xordallardan əmələ gəlməsini göstərir. Və bir də burada əsasən dolayı inkişafını dedik və bir çox heyvanlardan da fərqli olaraq bitkilərdə orqan və toxumaların formalaşması təkcə ruşeyim dövründə baş vermir.
Yəni biz bilirik ki, məsəl üçün bitkilərdə ömür boyu böyümə var və ömür boyu onlarda orqanlar, məsəl üçün yarpaq əmələ gəlir, hər il təzələnir. Bu o deməkdir. Yəni bitkilərdə heyvanlardan fərqli olaraq orqan və toxumaların inkişafı təkcə embrional dövrdə deyil, həm də postembrional inkişaf dövrü zamanı da davam edir. Lakin heyvanlarda isə orqan və toxumaların formalaşması əsasən ən çoxu embrional dövrdə baş verir. Çalışmalara da baxa bilərik. Burada ontogenezin dövrləri, dövrün xüsusiyyətləri bunlar rahatdır. Gəlin baxaq. Plasentalı ali məməllərin yumurta hüceyrəsi sarılıqla zəngin olur. Xeyr, dedik ki, plasentalı ali məməllərin yumurta hüceyrəsi yumurta sarısı ən az olan canlıdır. Ali məməllər. Yumurta sarısı ən az olan canlıdır. Ona görə bütövlükdə tam bölünür hüceyrə. Düzünə inkişaf tipində sürfə mərhələsi olmur. Tamamilə doğru. Quşlar üçün dolayı yola inkişaf səciyyəvidir. Yanlışdır. Quşlarda yalnız düzün inkişafdır. Mitoz bölünmə nəticəsində ziqotdan çoxlu miqdarda blastomerlər əmələ gəlir. Tamamilə doğru fikirdir. Dolayı inkişaf edən heyvanlarda postembrional dövrdə yetkin fərdə oxşayan orqanizm meydana gəlir. Xeyr, dolayı inkişafda postembrional dövrdə yetkin fərdə oxşamayan orqanizm əmələ gəlir. Yanlış fikirdir. Bitkilərdə haploid cinsi nəsil gametofit adlanır. Bəli, bitkilərdə haploid cinsi nəsil gametofitdir. Qeyri-cinsi nəsil saprofit nəsil adlanırdı. Doğru fikirdir. Örtülü toxumlu bitkilərin həyat dövriyyəsində saprofit nəsil üstünlük təşkil edir. Örtülü toxumlu bitkilərin həyat dövriyyəsində tamamilə doğrudur. Saprofit nəsil, yəni qeyri-cinsi nəsil təşkil edir. Burada isə bu embrional dövr və postembrional diqqət yetirək. Tam metamorfozdur postembrional dövr. Bir yazarıq, gəlin bu çalışmanı işləyək. Biri yazarıq postembrional. Cinsi yetişkənlik dövrünə çatması postembrional. Bir qat çoxhüceyrəli rüşeyemin yaranması embrional. İntensiv böyümə, bədən nisbətlərinin dəyişməsi təbii ki, postembrional dövrdədir. Ziqotun əmələ gəlməsi embrional dövrdə. Çox qatlı rüşeyemin formalaşması yenə embrionaldadır. Toxumaların və orqanların formalaşması yenə heyvanlar aləmində embrional dövrdə, amma bitkilərdə dedik ömür boyu davam edir. Yetkinlik dövrü postembrional dövrdədir. Qocalıq və təbii ölüm isə postembrional dövrü misal göstərə bilərik. Bir qayda olaraq deməli postembrional dövrün öz mərhələləri formalaşma və böyümə, yetkinlik, ölümlə başa çatan mərhələləri vardır. Davam edirik. Yaşıl evgiliylə tomurcuqlanma ilə çiyə. Yaşıl evgiliylə necə çoxalırdı çiyə bölünmə yolu ilə. Ağ planarinin bədənin qopmuş hissələrindən tam orqanizm inkişaf edirdi. Bəli, planarilərdə fraqmentasiya üsulu vardı. Doğru fikirdir. Qeyri-cinsi çoxalmada adətən bir valideyn iştirak edir. Bəli, mən demişdim ki, adətən bir valideyn iştirak edir. Doğrudur. 2 valideyn də ola bilər. Nə zaman? Calaq yolu ilə çoxalma zaman. Davam edirik. Bitkilərdə vegetativ çoxalma gövdə, kök gövdə vasitəsilə aparılır. Gövdə. Yonsonlar sporlarla çoxalır. Bəli, birləpəli bitkilər, xeyr, toxumla çoxalan çiçəkli bitkilərdir. Cinsi çoxalma zamanı meydana gələn orqanizm ətraf mühitin dəyişən şəraitinə dözümlü olur. Bəli, yadınızda qalsın, cinsi yolla çoxalan canlılar ətraf mühitin dəyişən şəraitinə dözümlü olur. Qeyri-cinsi çoxalmada isə yaranan canlılar dözümsüz olur. Burada da qametlərin yaranması prosesi adlanırdı. Gametogenez öz inkişafının birinci mərhələsində ilkin cinsiyyət hüceyrələri mitoz yolla bölünür. Mitoz ilkin erkək cinsi hüceyrələrindən nə verilmişdi burada? İlkin erkək cinsi hüceyrələrindən neticəsində eyni ölçüdə 4 hüceyrə yaranır. Bəli, bu hansı olardı? Meyoz yolla, meyoz. Erkək və dişi qametin birləşməsi prosesi mayalanma. Mayalanma getmədən qametdən yeni orqanizmin yaranması partogenezdir. Bəli, cinsi çoxalmanın bir növüdür. Bir fərddə hər iki cinsiyyət orqanı olan orqanizmlər hermafrodit orqanizmlər adlanır. Dördüncü çalışma da maraqlıdır. Ardıcıllığı istəyir, ikiqat mayalanma zamanı.
Deyir ki, birinciyə baxaq. Spermlərdən birinci ardıcıllığımız hansı olmalıdır? B variantı olmalıdır. Erkəkcik tozluğu, diqqət yetirək, erkəkcik tozcuğu dişiciyin ağızcığına düşərək cücərməyə başlayır. Bəli. Daha sonra F variantı olar. Tozcuq borusu uzanaraq yumurtacığın tozcuq girəcəyi olan hissədə ruşeym kisəsinə daxil olur. Bəli, F variantıdır. Daha sonra tozcuq borusunda olan generativ nüvə bölünərək 2 ədəd spermləri əmələ gətirir. Doğrudur. Borunun, həmin bu tozcuq borusunun ucu dağılır və hər iki spermi ruşeym kisəsinə daxil olur. Ardıcıllıq bu cürdür. A. Spermlərdən biri yumurta hüceyrəyə birləşərək zigot əmələ gətirir. Tamamilə doğru. Birinci mayalanma budur. İkinci mayalanma isə D variantındadır ki, ikinci sperm ilə mərkəzi hüceyrə bir-biri ilə birləşərək triploid xromosom yığımlı hüceyrə əmələ gətirir. Ardıcıllığımız oldu. Deməli B. Birinci tozcuğu dişiciyin ağızcığına düşdü, cücərməyə başladı. Cücərdikdən sonra tozcuq borusunu əmələ gətirdi. Ruşeym kisəsinə daxil oldu. Daha sonra həmən o tozcuq borusunda olan generativ nüvədən spermlər əmələ gəldi. Bəli, spermlər əmələ gəldi. Spermlər daha sonra ruşeym kisəsinə daxil oldu və mayalanma baş verdi. Birinci yumurta hüceyrə ilə birləşdi. Daha sonra spermi mərkəzi hüceyrə ilə birləşdi və bu cür mayalanma ikiqat mayalanma adlanır. Digər çalışmamıza baxaq. Həşəratiyyə Nepenthes bitkisi avtotrof orqanizmdir. Xeyr, avtotrof götürmürük, miksotrof götürürük ki, həm heterotrof yolla, həm də deyirik ki, avtotrof yolla qidalanır. Şərait əlverişsiz olduqda bir hüceyrələrin əksəriyyəti qalın qabıqla örtülərək sist əmələ gətirir. Bəli, məsəl üçün bir hüceyrəli heyvanların əksəriyyəti qabıqla sist əmələ gətirir. İndi burada bir hüceyrəli sözü yazılmayıb. Bu bir hüceyrəli heyvanlar da ola bilər və yaxud da bir hüceyrələr sist əmələ gətirən bir hüceyrəli heyvanlar olar. Daha sonra bir hüceyrəli spor əmələ gətirən əlverişsiz şəraitdə bakteriyalar da ola bilər. Heterotroflar arasında saprofit və parazitlər mövcuddur. Doğru. Dolayı inkişaf tipində sürfə mərhələsi olur. Doğru fikirdir. Poliomelit virusu qaraciyəri zədələyir. Yanlışdır. Poliomelit virusu antropogenis tipli virusdur. Bəli, bunlar insanda qaraciyəri deyil, onurğa beynin hərəkət yollarını zədələyir. Bir hüceyrəli orqanizmlərlə bir hüceyrəli yosun olan xlorella və yaşıl evgilin aid edilir. Bəli, tamamilə doğrudur. Düzünü inkişaf tipi sürünənlər və quşlar üçün səciyyəvidir. Bəli, əlavə də desək yumurta qoyan məməlilər və ali məməlləri deyə bilərik. Orqanizmin mayalanmadan ölənə qədər mayalanmadan ölənə qədər olan fərdi inkişaf dövrü gametogenis deyil, yanlış fikirdir. Nə adlanırdı? Ontogenis adlanırdı. Bu qədər.